Mənim müşahidələrimə əsasən uşaqlar şahmatda uduzanda özünə qapanırlar, oyundan imtina edirlər və artıq şahmatda oynamaq istəmədiklərini deyirlər. Bu halda valideyn ona bu fikri öyrətməlidir. Əgər sən məğlubiyyətdən dərs çıxartsan, sən daha qabağa gedə bilərsən. Şahmatla mənim tanışlığım 5 yaşımda olubdu. Tanışlığım nənə və babamın oyunları sayəsində baş veribdi. Onlar oynayarkən mən çox valeh olmuşdum bu oyuna. Niyə? Çünki onlar iki böyük insan düşünür və oyundan həmçinin zövq alırlar və bu mənə çox təsir etmişdi. O andan yaranan marağım hal-hazırda da mənim həyatımın ayrılmaz bir parçasıdır. Azərbaycanda şahmatın inkişafına keçsək, Azərbaycanda şahmata maraq kifayət qədər böyükdür və çox sevinirəm ki, valideynlər övladlarının intellektual idman növü ilə məşğul olmasında maraqlıdırlar. Lakin təkcə maraq inkişafa gətirib çıxarmır. Burada bir neçə faktor çox önəm daşıyır. Uşağın öz marağı şahmatı nə qədər sevməyi önəmlidir. Bu iş məcburi olaraq heç vaxt edilə bilməz və əməksevərliliyi, uzun müddətli şahmat dərslərinə tab gətirməyə çox vacibdir. Çünki şahmat uzun müddətli məşqlərdən ibarətdir. Daha sonra valideynlərin övladlarının inkişafında olan marağı və dəstəyi önəmlidir. Onlar anlamalıdırlar ki, şahmatda nəticə göstərmək qısa bir aylarla ola biləcək bir şey deyil, uzun illərin nəticəsində yaranır. Və təbii ki, bütün bunların fonunda uşaq şahmat təhsili aldı, çox yaxşı, lakin öz bilik bacarığını göstərmək üçün beynəlxalq yarışlarda iştirak etməlidir. Beynəlxalq yarışlarda iştirak etmək üçün isə burada maddi dəstək lazımdır. Əlbəttə ki, bu maddi dəstək valideyn tərəfindən də göstərilə bilər. Lakin bütün valideynlərin maddi dəstək göstərib uşağını yarışa göndərməyə gücü olmaya bilər. Burada çox vacibdir ki, dövlət uşağa kömək eləsin yarışlara getməyinə, uşaqlar öz bilik bacarıqlarını göstərə bilsin. Mən çox istəyərdim ki, digər dövlətlərin də istifadə elədiyi praktikanın bizim ölkəmizdə də istifadə olunsun. Qabaqcıl şirkətlər gənc istedadlara, şahmatçılara sponsorluq etsin və belə olan halda şirkətlərin bu siması olacaq bu uşaqlar və onlar qürurla söyləyə biləcəklər ki, bizi beynəlxalq arenalarda belə istedadlı uşaqlar təmsil edir. Təbii ki, hər şahmat oynayanın peşəkar səviyyədə şahmat oynaması vacib deyil. Lakin şahmat bir sıra önəmli vərdişlər uşaqlara aşılayır. Bu məntiqi və analitik düşünmə qabiliyyətidir. İlk öncə uşaq şahmat oynayarkən düşünmə vərdişi onda formalaşır və düşünmə vərdişindən sonra artıq o hər gediş edəndə onda seçim, alternativ düşüncə yaranır. O düşünür ki, mən bu gedişi etsəmmi yaxşıdır, yoxsa bu gedişi etsəm yaxşıdır. Və bunun fonunda uşaq gedişi edərkən onda əlavə olaraq məsuliyyət hissi yaranır. O başa düşür ki, mən bu gedişi edərkən səhv edə bilərəm. Bu gedişin məsuliyyətini almalıyam. Bundan əlavə uşaq səbr etməyi öyrənir. Uğursuzluqla qarşılaşanda o başa düşür ki, hər zaman uğur qazanmaq olmaz. Yola davam etmək lazımdır, nəticə çıxartmaq lazımdır. Əgər bunların hamısını edə bilsə uşaq, bunlardan nəticə çıxarıb öyrənə bilsə, onda özünə inam və motivasiya yaranır ki, bu da gələcəkdə onun üçün əvəz edilməz bir müəllim olacaq. Şahmatda ən çətin mərhələ məğlubiyyəti qəbul etməkdir. Mənə elə gəlir, bu həyatda da belədir. Şahmat bizə artıq məğlubiyyəti qəbul etməyi öyrədərkən bir növ həyata da hazırlayır. Mən düşünürəm ki, ilk öncə burada məsuliyyət valideyn və məşqçilərin öhdəsinə düşür. Çünki uşaqlar anlamırlar ki, onlarda bu düşüncə formalaşmamış olur ki, məğlubiyyət əslində müəllimdir. Biz ondan dərs çıxarsaq, daha irəli gedə bilərik. Mənim müşahidələrimə əsasən uşaqlar şahmatda uduzanda ilk öncə özünə qapanırlar, oyundan imtina edirlər və artıq şahmatda oynamaq istəmədiklərini deyirlər. Yəni bu halda valideyn ona bu fikri öyrətməlidir.
Əgər sən məğlubiyyətdən dərs çıxartsan, sən daha qabağa gedə bilərsən. Hər kəs heç bir vaxt qalib ola bilməz. Ən yaxşı şahmatçılar belə dəfələrlə uduzur və səhv irəli getməyin bir başlanğıcıdır. Bu fikirlər mənə elə gəlir ki, uşaqlar üçün çox faydalı ola bilər. Əlbəttə ki, məqsəd top səviyyə şahmatçı olmaqdırsa, burada top səviyyə şahmatçı deyəndə mən olimpiadaları, dünya, Avropa çempionatları, Qran Priləri nəzərdə tuturam. Burada klassik anlamda dediyimiz dolğun həyat yaşamaq geri planda qalır. Çünki şahmat özü uzun bir oyundur və buna görə də uzun məşq hazırlığı tələb edir. Burada uzun dərslər, kamplar və buna tab gətirmək üçün də əlavə mental və fiziki hazırlıqlardan keçmək lazımdır. Bunun fonunda siz hər zaman da bunu təkrar etməli, öz üzərinizdə daim durmadan işləməlisiniz. Və düşünürəm ki, burada əsas insanın məqsədidir. Yola çıxanda nə üçün çıxdığını bilməkdir. Mən hətta belə bir epizod danışa bilərəm ki, mən uşaq vaxtı yarışa hazırlaşanda evdə hazırlaşıram və həyətdən uşaqların səslərini eşidirəm. Pəncərəyə yaxınlaşıb uşaqlara baxıram, çöldə oynayır və bir an beynimdə bu hiss olur ki, mən də oynamaq istəyirəm. Ancaq sonra içimdəki daxili səs deyir ki, yox, axı sənin məqsədin var, sən yarışa gedirsən. Və o səs məni yönləndirir yenidən işləməyə. Ki, mən o yarış hazırlıqlardan sonra ilk dəfə dünya çempionu oldum 10 yaşlı qızlar arasında. 11 oyundan 10 xal yarım yığaraq bu Azərbaycan tarixində demək olar olmamışdı. Və bunu misal çəkməkdə məqsədim odur ki, sizin hər zaman daxili səsiniz olmalıdır. Siz özünüzə yola çıxanda sual verməlisiniz. Mən bunu nə üçün istəyirəm və mənim burdan gözləntim nədir? Bu daxili səs verdiyiniz qurbanlara hər zaman işıq tutacaq və sizin yolunuzu asanlaşdıracaq. Bəzən dolğun həyat yaşamaq belə məqsədli yoldan keçir. Real təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, ümumiyyətlə, məsələn, şahmat dünyasında qadınların professional şahmat oynamağı kişilərə nəzərən çox-çox sonralar olub. Bu da təbii ki, kişilərin daha yaxşı şahmat oynaması, kişi şahmatının daha dominant olmasına gətirir. Və burada kütləvilik baxımından da eyni şəkildə bir fikir söyləmək olar ki, kişi şahmatçıları daha çoxdur. Qadın şahmatçıları az olan yerdə isə rəqabət az olur və buna uyğun olaraq da nəticələr daha aşağı olur. Mən düşünürəm ki, ümumiyyətlə qadınlara kişilərlə bərabər eyni şəkildə dəstək və imkanlar yaradılsa, əminəm ki, qadınlar da ən yaxşı şəkildə nəticələr göstərə bilərlər. İstənilən sahədə balanslı təmsilçilik üçün mərhələli və sistematik dəstək vacibdir və burada əsas rolu oynayır ailə, təhsil sistemi və dövlət qayğısı. Mən düşünürəm ki, ilk öncə burada rol əsas öhdəçilik valideynlərə düşür. Çünki 6 yaşına qədər uşağın erkən inkişafı dövrüdür və valideynlər müşahidə etməli, anlamalıdırlar ki, onların uşaqlarının nəyə marağı var və bunu erkən yaşlarda təbii aşkar eləsələr daha yaxşı olar. Mən düşünürəm ki, və bunun aşkar olunması üçün belə təşəbbüslər faydalı ola bilər ki, uşaqların məktəblərdə və bağçalarda dövlət proqramı ilə sırf şahmat öyrənməsi, yəni və eyni zamanda Şahmat Federasiyası ilə professional şahmatçılardan dərs almaları. Eyni zamanda valideynlər üçün düşünürəm ki, seminarlar keçirilsə ki, onlar uşaqlarının erkən yaşlarda potensialını kəşf edə bilməsi, tanımaları üçün bu kifayət qədər xeyirli ola bilər gələcək valideynlər üçün və uşaqlar üçün əlbəttə. Eyni zamanda burada uşaqların, xüsusən də qız şahmatçıların, şahmatçı olmaq istəyən qız uşaqlarının professional qadın şahmatçıları ilə görüşləri çox vacibdir ki, onlarla birbaşa ünsiyyətdə olub motivasiya ala bilsinlər, özlərinə inam yaransın ki, mən də bunu edə bilərəm düşüncəsi yaransın. Eyni zamanda
uşaqlar üçün inkişaf düşərgələri olsa, təqaüdlərlə yarışlara gedə bilsələr, necə gözəl olardı deyə düşünürəm ki, bizim zamanımızda məsələn bu olsaydı, mən əminəm ki, daha çox şahmatçı yetişərdi. Bundan əlavə də düşünürəm medianın rolu da kifayət qədər vacibdir. Onlar qadın şahmatçılarımızın və digər ümumiyyətlə dünyada öndə gedən qadın şahmatçılarının uğurlarını göstərən filmlər hazırlasa, təbliğ etsə, bu qız şahmatçılarımız üçün motivasiya verici olar və əminəm ki, bunu görən valideynlər də daha çox qızlarımızın inkişafına şahmatda önəm verər və istəyərlər.